Lillahi Rabbil Alamin. Salatu vesselamu ala Rasulina Muhammed və ala alihi və sahbihi ecmaîn. Əmmə ba'd. Assalamu aleykum və rahmetullah. Ümumiyyətlə istəyirəm belə bidət əhlini dəvət eləməyin üslubu və bidət əhli ilə söhbət eləməyin üslubu. Birinci qayda budur ki, bilmək lazımdır ki, yəni hər bidət əhli ilə bir var ümumi üslub. Bütün bidət əhli ilə söhbətdə bir var ümumi üslub. Bir də var ki, hər bidət əhli ilə söhbətdə xüsusi üslub. Məsələn, necə ki, ibadətdə bir var bütün ibadətlər üçün iki dənə şərt var. Bütün ibadətlər, istər oruc, namaz və s. Bir ixlas, bir də sünnətə tabiçilik. Bu bütün ibadətlər üçün ümumi olan iki şərtdir. Bir də var, hər ibadətin öz şərtləri var. Namazın öz şərtləri, orucun və s. Bu, bidət əhli ilə söhbət ki var, bidət əhlini dəvət. Bunun da qaydası var. Bir var ümumi qaydası, bir də var xüsusi qaydaları. Baxır, kimlə söhbət edirsən. Məsələn, sufilərlə söhbət eləyəndə əsas gətiriləcək dəlil sünnədən olmalıdır. Çünki o sünnəni qəbul edir. Və ya xavaricilərlə söhbətdə gətirməlisən alimlərdən. Nə Quran, nə sünnə. Yönətməlisən məsələni sələfə. Amma rafislərlə söhbət biraz fərqlidir. Çünki nə alimlərə yönəldə bilmirsən, nə də ki, sünnətdən dəlil gətirə bilmirsən. Qalır məsələ bir Quran üzərində, bir də ağıl üzərində. Məntiq. Və bu iki şeylə, yəni söhbəti bu iki şey üzərində qurmalısan. Və ümumiyyətlə, bidət əhlinə söhbət eləyəndə sən iki şeydən birini bilməlisən. Ya onların kitablarından xəbərin olmalıdır, ya da ki, o insan özünün şəxsi etiqadını bilməlisən. Xüsusən rafislərdən danışırıqsa, bunlar da belədir. Təqiq olduğuna görə o sənə heç vaxt öz etiqadını deməz. Bir dənə sual götürür əlvə, get 5 dənə onlarda elm əhlinin yanına. 5 dənə ayrı cavab alacaqsan. Mühitə görə sənə cavab verəcək. Bir dənə sualı 5 dənə cavab alacaqsan. Biri deyəcək qatıq ağdır, özlərində. Bir deyəcək qaradır, bir deyəcək yaşıl, bir də deyəcək göy. Baxacaq ətrafında kim var, mühit necədir və sən kimsən, özü hardadır, o zamana görə, mövqeyə görə sənə cavab verəcək. Yəni, öz etiqadını deməz sənə. Ona görə mübahisə, yəni söhbətdə iki şey bilməlisən. Yəni, heç olmasa iki şeydən birini. Ya onların kitablarından xəbərin olmalıdır. Ona sual versən, sən istəyən düzgün cavabı verməsə, öz kitablarından gətirəcəksən ki, yox, sənin alimin belə demir axı. Sən deyirsən ki, bizdə bu məsələ belədir, amma alimlərin deyir, yox, belədir. Və öz kitablarından xəbəri yoxdursa, heç olmasa söhbətdən qabaq nə barədə ki, söhbət edirsiniz, onun etiqadını bu məsələdə soruş. Və bu önəmlidir. Məsələn, hər hansı bir mövzudur. Tutaq ki, təvəssül mövzusu və ya qəbirdən gedib nəsə istəmək. Söhbət edirsən, denən ki, bu barədə sənin etiqadın nədir? Bu ümumidir, yəni bütün bidət əhlinə şamildir bu. Hansı mövzu olursa olsun, bu qaydadır. Çünki sən onun etiqadını bilmədikcə, sən ona rədd verə bilməyəcəksən. Birinci, onun etiqadını dinlə. Gör bunun bu məsələdə etiqadı nədir? Bu bir. İkincisi, öz etiqadının dəlilini öz kitablarından istə. Bu rafislərə aiddir. Mən sizi bir şeydə əminləyirəm ki, onların əksəriyyəti öz etiqadların dəlillərini öz kitablarından bilmir. Adi bir də misal deyim. Məsələn, get, otur biri ilə şirk məsələsində söhbət ilə. Qəbirdən istəmək. Söhbəti də böl 3 dənə hissəyə. Denən ki, ən bəsitindən başla. Ya Rab, Muhammedin hörmətinə, əhl-i beytin hörmətinə duamı qəbul elə. Bu nədir? Təvəssül.
Bidətdir, şirkdir. Bidət. Bu ən bəsididir. Qəbul eləyirsən, nə deyəcək? Deyəcək, hə. Keçdik biraz ondan ağır məsələyə. Ölü ilə təvəssül, qəbirlə. Gedir, deyirsən ki, ey Hüseyin, mənə övlad ver. O niyyətlə ki, o da Allahdan istəyəcək. Və ya belə, mənim üçün Allahdan istə. Yəni, qəbirinə Allaha təvəssül. Bu iki, qəbul eləyirsən, deyəcək, hə. Üçüncü də, daha dəhşətdir, gedirsən, deyirsən ki, vasitəsiz birbaşa, övladım yoxdur, mənə övlad ver, şəfa, rozu, nə istəyirsən. Allahdan istədiyi və hər şey istəyirsən ondan. Buna da deyirsən, qəbul eləyirsən, deyir, hə, problem yoxdur. Bir dəfə universitetdə oxuduğum vaxtda uşaqlarla söhbət eləyirik. Bu üçündən ən bəsidi ki var, o yox, ikincisi, yəni qəbirdən gedib təvəssül eləmək. Bunu inkar edirdilər. Müəllim gəldi, uşaqlar müəllimdən soruşdu ki, müəllim, bizdə bu var? Dedi, nəyin ki bu? Hətta o birisi var. Yəni gedib birbaşa deyirsən ki, ağa, ey filan kəs, övladım yoxdur, övlad ver mənə. Rozum yoxdur, mənə rozu ver. Şəfa istəyirəm, mənə şəfa ver, birbaşa. Üçünü də qəbul eləyirlər. Vallahi, ən bəsitindən başda bir dənə dəlil gətirə bilməyəcək. Məsələn, deyirsən ki, və bu da qaydadır, bir məsələni söhbət eləyirsənsə, pillə-pillə başlamalısan. Və başlayanda ən bəsitindən başlayırsan məsələyə, ən bəsitindən. Məsələn, bidət əhlinə söhbət eləyirsən Allahın ad və sifətləri məsələsi. Sən Allah Subhanahu taalanın barmağı, Allahın ovucu məsələsindən başlasan, alınmaz yəni. Sən başda o məsələdən ki, dəlilin daha çoxdur. Quranda bunun dəlili, yəni genişdir. Məsələn, Allahın istava sifəti, uluv sifəti. Quranda 300-ə yaxın ayə var. Fitrət buna dəlalət eləyir, əql buna dəlalət eləyir. Düzdürmü? Çünki elə Allah Subhanahu taalanın ad və sifətləri var. Fitrət ona dəlalət eləyir. Elələr var, fitrət ona dəlalət eləmir. Məsələn, Allahın əl və üzü sifəti, vəcih, yəd. Fitrət dəlalət eləyir buna? Yox. Quran və sünnədə gəlməsəydi, sən bilməyəcəkdin. Fitri olaraq bilməzdin. Amma uluv sifəti fitrətin tələb elədiyi bir şeydir. Ona görə birinci, daha bəsid olandan başla. Və sən desən ki, təvəssülə dair mənə dəlil gətir, o saat deyəcək ki, Abu Davudda Abu Hüreyrədən belə hədis gəlir. Deyirsən ki, saxlam Abu Davudda elə. Abu Hüreyrəni saxla. Sən Abu Davudu qəbul edirsən. Mən səndən sənin etiqadını soruşuram, sənin dəlilinlə. Məsələn, sabah biri gəldi, sənə dedi ki, ey məşədi, ey filan kəs, ey ustad, şeyx, ağa. Biz ki, təvəssül deyirik, Əhl-i Beytin hörmətinə duamı qəbullə və s. Hələ ən bəsidini deyirəm. Bunun dəlili nədir? Sən ona deyəcəksən ki, Abu Davudda Abu Hüreyrənin rəvayəti. O deyəcək ki, sənə axı biz məzhəbimizə Əhl-i Beytdən götürmüşük. Abu Hüreyrə mənə görə zındıqdır. Abu Davuddakı kafir. Mənə öz kitablarımdan Əhl-i Beytdən dəlil gətir. Gör, bir dənə dəlil gətirə bilir. Bir dənə hədis gətirəcək sənə. Ali ibn Abi Talib radiyallahu anhu gəlir Peyğəmbər sallallahu aleyhi və səlləmin duası ilə Allaha təvəssül edir. Deyir ki, ya Rasulullah, mən üçün Allaha dua elə. Peyğəmbər sallallahu aleyhi və səlləm də əl açır. Dua edir ki, ya Rab, əlinin hörmətinə duamı qəbul elə. Dəhşət. Əl də deyir, ya Rasulullah, mən sənə təvəssül edim, sən mənə. O da deyir ki, baxdım məxluqat içərisində səndən əfsəlini tapmadım. Dedim, da sən layiqsən. Yəni, dəlilə bax. Yaxşı, razılaşdıq. Çünki biz ondan demişdik ki, öz məzhəbindən dəlil gətir. Fərzlə ki, dəlil gətirdi. Dəlildir, cavabıdır, yox. Bu danışdığımız məsələ etiqadi məsələdir, yoxsa fikri məsələ? Etiqadi məsələ. Bu gətirdiyi hədis xəbər vahiddir, yoxsa mutavatirdir? Əhəd hədisdir, yoxsa mutavatirdir? Əhəd hədis. Şiə məzhəbinə görə etiqadda əhəd hədis hüccət deyil. Vallahi, bir də hədis gətirə bilməzlər mutavatir bu məsələdə. Fikir versən, özündə olan ələm ən bəsitdən danışıram.
öz məzhəbi ilə isbat eləyə bilmir. Ona görə bu üslubu tut. Heç vaxt ona meydan vermə ki, rədd eləsin o saat sənə. Çünki rəddən qabaq sən rədd nəyi eləyirsən? Öz etiqadını qorumaq üçün. Hə? O qorumağa çalışdığın etiqad var ha, onun dəlilini istəyirəm səndən. O yoxdur ələm. Nəyi qoruyursan onu? Başa düşdün? Və keçsək ikinci məsələ, üçüncü məsələ danışmağa ehtiyac yoxdur, çünki ələm birincini isbat eləməyib. Ən bəsitini isbat eləyə bilmir. Çünki onlara görə əhəd hədis etiqadi məsələlərdə hüccət deyil. O bir məsələlərdən artıq danışmağa ehtiyac yoxdur. Və məsələ misal üçün deyək. Gələk bilgi üçün deyirəm bunu. İkinci məsələyə. Gedirsən, qəbrə deyirsən ki, mənə övlad ver. O niyyətlə ki, o da Allahdan istəyəcək. Və ya demək ki, mənim üçün Allahdan istə. Bu məsələ bağlıdır nəyə? Ölülər eşidir ya eşitmir. Bir bu məsələdir. Bir də ki, o sənə cavab verə bilər ya verə bilməz. Yəni, dua edə bilər ya edə bilməz. Deyirsən ki, dəlilvi gətir. İndi ikinci məsələdir. Dəlilvi gətir. Buxarıda İbn Ömərdən gəl, saxla Buxarını, saxla İbn Öməri. Bu mənim dəlilimdir. Bu mənim dəlilimdir, ölülər eşitmir. Buna dəlildir. O bunu dəlil gətirir ki, ölülər eşidir. Bu əhl-i sünnətin dəlilidir ki, ölülər eşitmir. Bu mənim dəlilimdir, mənim kitabımdandır. Və mən buna cavab verəcəm. Sən ələm özündə olan etiqadı öz məsələbini isbat elə. Gör bir dənə sənə hədis gətirə bilir. Öz kitablarından. Ayə gətirəcək ki, ölülər Allah yolunda öldürülənləri öldürməyir. Dəlildir bu. Yəni, bu dəlildir ki, ölülər eşidir. Allah rızası üçün bir dənə cavab vermə. Yəni, Allah yolunda öldürülənləri öldürməyir. Bu dəlildir ki, ölülər, yəni onlar eşidir. Bir dənə sənə hədis gətirə bilməyəcək ki, öz kitablarından. Ölülər eşidir. Və nə ki gətiriblər, istər öz kitablarından, istər əhl-i sünnə kitablarının ki, rədd üçün, hamısı onların əleyhinə hüccətdir. Məsələn, Allah yolunda öldürülənlər. Allah subhanahu nə dedi? Öldürülənlər. Artıq bunlar öldürülüb. Ölü deyil, bəs niyə bastırmısan? Niyə onun zövcəsi başqasına ərə gedib? Əri diri ola, başqasına ərə gedər, yəni. Düzdürmü? Deməli, bizə görə nədir? Bizim yanımızda. Ölüdür. Allah subhanahu ayədə cavab verir ki, Allahın qatında diridilər. Allahın qatında. Çünki ayədə gəlir axı. Onlar Allah qatında diridilər. Və ruzlanırlar, fəqət siz bunu bilməzsiniz. Ged öz təfsir kitablarını aç bu ayənin təfsirini. Necə əhl-i sünnədə gəlir, eynə elədir. Allah subhanahu şəhidlərin ruhlarını yaşıl cənnət quşlarının içinə və boğazlarına salıb, bugün şəhidlər bədən sahibidirlər, can sahibidirlər, cavab odur, bəli. Ölüdülər, cavab odur, yox. Amma necə can sahibidirlər? Quş. Və haradadılar? Cənnətdə. O cənnətdə uçur. Və oradan ruzlanır. Sənsə gedmirsən qəbrinə, ona danışırsan. O cənnətdədir. Sənə nə əlaqəsi var onun? Yəni, fikir versən, bu məsələnin o məsələ heç adiyyəti yoxdur. Və sən ayə gətirirsən ki, İnnəkə lə tusmu'ul mavtə. Sən ölüləri eşidirə bilməzsən. Hə, deyir ki, o ayədə qəsd kafirlərdir. Vallahi düzdür. O ayədə qəsd kafirlərdir. Yenə də hüccətdir. Allah subhanahu teala deyir ki, sən ölüləri eşidirə bilməzsən. Yəni kimə? Kafirlərə. Allah subhanahu teala kafirləri kimə bənzətdi? Hansı məsələdə? Eşitməməzlikdə. Bu dəlildir ki, ölülər eşitmir. Çünki qiyas nədə olur? Yəni bir şey ki, iki şeydə, yəni bir şey ikisində də ortaqdırsa, o ortaq olan məsələdə qiyas edilir. Həvzə fikir ver, Allah subhanahu teala ölüləri, kafirləri, ölüləri nə etdi? Qiyas. Deməli, Quranda qiyasın dəlili var, hansı ki, bunlar qiyası rədd edirlər. Yəni, özləri gətirdiyi dəlil özlərinin əleyhinə hüccətdir. Çünki onlara görə qiyas batildir. Və ilk qiyas eləyən iblis olur və sonra deyirlər Əbu Hanifə olur və bu şeytanın yoludur, Əbu Hanifədən düşüb onun yoluna və əhl-i sünnədə qiyası qəbul edir və s. və ilə axır. Amma vallahi onlardan çox qiyas edən tayfa tapmazsın. Onlardan çox qiyas edən tayfa tapmazsın. Bir dənə də bunu bil ki, söhbət əsnasında o da bağlıdır sənin elmivə. Yəni, elmin bu məsələdə genişliyə yox, buna bağlı bir məsələdir.
Ümumiyyətlə, onlarla söhbət eləyəndə, söhbət əsnasında daima onlar özləri öz əqidələrini vururlar. Məsələn, söhbət düşür, deyir ki, qəbri tavaf eləmək olmaz. Deyirsən, yox. Bir dəfə belə öz başıma gələndən deyim, arada girirəm bu forumlara çata. Çox nadir hallarda girirəm. Girmişəm, görəm qardaşlarla söhbətləşirlər. Biri yazır ki, qəbir tavaf eləmək olmaz, bəs Kəbəni tavaf eləyirik ki. Yəni, qəbir tavafı, Kəbəyə tavafı qiyas eləyir. Sən ki, qiyası qəbul eləmirsən. İbn Teymiyyə Rəhməhullah Minhac Sünnədə deyir ki, dillərinizlə deyirsiniz ki, qiyası rədd edirik. Amma İslamda sizdən çox qiyas edən bir şey, yəni tayfa görmədik. Hər addımlarını atanda qiyas eləyirlər. Çünki dəlil yoxdur axı ortada. Ağılla başlayırlar. Mən də yazdım ki, cavab yazıram. Yazdım ki, görürəm Kəbəyə qiyas eləyir. O da mən də girmişəm, Əhl-i-Sünnə adı ilə yox. Bir də Rafisi Müctəhidin adı ilə girmişəm. Xomeynin adı ilə girmişəm. Salam aleykum deyən ki, hamısı deyir ki, və aleykum əssalam, ağa necəsən, xoş gəldin, belə hörmət eləyirlər. Başqa adına girsəm yandıracaqlar. Girmişəm, mən də yazmışam ki, bu da ibrət üçün yazıram. Ki, başqa cür çatmır, heç olmasa bu cür çatsın. Yazaram ki, sabahdan mən qəbrə doğru namaz qılacam. Yazırlar, niyə görə, nə üçün, səbəb nədir? Deyirəm, çünki Kəbəyə qiyas eləyirəm də. Çünki Kəbəyə doğru qılıram axı. Ruku, səzdə. İndi bu qiyas eləyirəm qəbrə. Daha sabahdan qəbrə doğru namaz qılacam. Hayır, olmaz belə şey. Deyirəm, necə olmaz? Bəs bunu qiyas eləyirik axı. Kəbəni fırlanırıq, tavaf eləyirik. Bunu qiyas eləyirik qəbrə. Deyirik, onda qəbri də olar. Onda bu da olar. Çaşıb qalırlar. Belə alınmır axı yəni. Eyni şeydir ya. Bax, fikir ver. Tavaf ibadətdir, ibadət deyil. Neçə şey dəstəmazsız edilməz? İcma ilə iki şey. Namaz dəstəmazsız qılınmaz, tavaf dəstəmazsız edilməz. Bu Şiə məzhəbində də belədir. Cavabı da Şiə məzhəbində də belədir. Şiə məzhəbində tavaf ibadətdir. Şiə məzhəbində tavaf dəstəmazsız edilmir. Təsəvvürlə. Və Kəbə də qiblədir ibadət üçün. Qiblə olduğuna görə Kəbəyə doğru edilən ruku və səcdə kimə ibadətdir? Allah Subhanahu taala. Kəbə ətrafında edilən tavaf, hansı ki o tavaf ibadətdir, dəstəmazsız olmur. Kimə təzimdir, kimə ibadətdir? Allah. Məsələn, sən Kəbəni tavaf eləyəndə kimə ibadət etmiş olursan? Necə ki, Kəbəyə doğru namaz qılanda da Allaha da o ibadət. Düzdürmü? Yaxşı, biri qəbrə doğru səzdə eləsə, ruku eləsə, o ibadət kimə oldu? Kəbə sahibinə. Çünki eyni qiblənin misalıdır. Bəs qiblə ətrafında tavaf Allaha ibadətdirsə, qəbir ətrafında tavaf kimə ibadətdir? Çünki tavaf ibadətdir. Bunu qəbul elədik. Hər iki tərəf qəbul elədi. Hər iki tərəf üstəlik də qəbul elədi ki, tavaf ibadətdir, hətta dəstəmazsız olmur. Çünki ibadət olduğuna görə. Baxma ki, o boyda ibadətlər var, dəstəmazsız edilir. Tavaf eyni namazın mislindədir. Bəs qəbir ətrafında edilən nədir? Hə. Ona görə sən sual verə bilərsən, səndə və ya sual çıxa bilər ki, bəs qəbir ətrafında tavafı caiz bilən, məsələn, Şiə alimləri bunu qiyas edib də qəbrə doğru namazı caiz biliblər? Cavab odur, caiz biliblər. Məsələn, məclisi. Biharul Ənvarda ziyarətin ədəblərini gətirir, qaydalarını. Hətta deyir ki, ruxsat var, icazə var ki, qəbrə doğru namaz qılasan. Hə, burada sən və başqası təvil eləyə bilər, fırlada bilər ki, necə? Qəbir qiblə istiqamətindədir, sən qəbrin arxasındasan, qibləyə doğru namaz qılırsan. Həm qəbrə doğru düşür, həm də qibləyə. Yox, buna da əl yeri buraxmayıb. Çünki deyir ki, iləl qabr, qəbrə doğru, vələv istədbəral qiblə. Hətta arxan qibləyə olsa da. Yəni, əks istiqamət. Hətta buna icazə var. Təsəvvür edirsən, yəni, daha şirkin bundan bu yanısı yoxdur. Və onlarda ümumiyyətlə şirk məfhumu nədir? Məsələn, bizim bildiyimiz şirk var, ha? Onlara görə tohiddir. Mən bu tam məsuliyyətlə deyirəm. Məsələn, Məkarim Şirazi, Xoyi,
Xomeyni onlarda deyir ki, bu bizdə ki var, biz ki şirk sayırıq ha. Bu şirk olan təvəssül və s. Onlar deyirlər ki, bu tövhidin tərkib hissəsidir. Sözə bax. Yəni bu tövhiddir yəni onlara görə. Məsələn, onlara görə gedib demək ki, ey ağa, mənə övlad ver, bu tövhidin əsasıdır. Və bir alimlər var, Abdülhüseyn Şərafiddin Əl-Musavi. Yeganə alimdir ki, onlarda kitab yazıb, Kitab-ı Tövhid. Müəllifin adına bax, Abdülhüseyn, Hüseynin qulu. Müəllifə tövhid öyrətmək lazımdır. Müəllifə oturub tövhiddən dərs etmək lazımdır. Bu özü tövhiddən kitab yazıb. Yəni kitabın açmağa ehtiyac yoxdur, çünki elə üzü şirklə başlayır, müəllifin adından. Onlara görə bizim şirk sayıldığımız bunlarda tövhiddir. Və onlara görə şirk nədir? İndi deyəcəyim tərif üzərində bütün alimlər icma ediblər. Yəni ad çəkməyə ehtiyac yoxdur. Kitab, cilsə, heç nə ehtiyac yoxdur. Belə sözü ad tutacaqlar. Çünki icmadır məsələdə. Onlara görə şirk nədir? Şirk odur ki, bu ibadətin növləri var ha. Nəzir olsun, qurban olsun, and içmək olsun, namaz olsun, ruku, hətta səcdə. İbadətin hansı növünü istəyirsən, Allahdan qeyrisinə et. Allahdan qeyrisinə et. Əgər onu Allah bilib etmirsənsə, şirk deyil. Belə şey olar. Ona görə Xomeyni deyir ki, Tələbul həcə minəş-şəcər əv həcər leysə bi şirkinə indənə. Ağacdan, daşdan yardım diləmək bizim məzhəbdə şirk sayılmır. Tövhiddir, yəni. Ağacdan və daşdan. Biz eləm qəbir söhbətini edirik. Ağac və daş. Təsəvvürlə bir söhbət edir ki, ölü eşitir, ya eşitmir. Bu qol qırağı ye. Yaxşı, daş ki eşitmir. Bunda özü icmadır. İxtilaf da yoxdur. Təsəvvür edirsən? Bunlara görə şirkin tərifi budur. Ona görə Xomeyni deyir ki, bugün şirkdən danışmağa ehtiyac yoxdur. Çünki müsəlman ölkələrində şirkdən əsər əlamət yoxdur. Yəni o getdi o. Hara gedib? Onlara görə şirk budur. Yəni də təkrarlayıram. Xomeyni hansı kitabda deyir? Hukumatül İslamiyyə baxsan kifayətdir. Yəni bir dənə Hukumatül İslamiyyənə ona təkfir ediblər. Şəriət alimləri bir dənə o kitabla onu təkfir edib. Bir dənə o kitabına baxsan kifayətdir. Nə istəsən taparsan. Və istəmədiyin şeyləri tapacaqsan. Qalmış ki, istədikləri. Deməli, tərifiyən də deyirəm. İbadətin növlərindən bir növü, istədiyi, hətta səzdə, Allahdan qeyrisinə et, onu Allah bilib etmirsənsə şirk deyil. Deməli, bunlara görə Məkkə müşrikləri əsl muvahidlər imiş. Və Peyğəmbər sallallahu aleyhi və səlləm nahaq yerə onlarla savaşırmış. Məkkə müşrikləri Allahdan qeyrisinə ibadət edəndə onu Allah bilib edirdi. Cavabdır, yox. Sıqır onlar şirkləmirdilər. وَلَاِنْ سَأَلْتَهُمْ مَنْ خَلَقَ السَّمَاوَاتُ وَالْأَرْضِ Quranda nə qədər ayədir. Onlardan soruşsan ki, göyləri yeri kim yaradıb? لَا يَقُولُنَّ اللّٰهِ Onlar mütləq və mütləq deyəcəklər ki, Allah. Yaxşı, bəs problem nə idi? Zumar surəsi 3-cü ayə. O kəslər ki, Allahdan qeyrisinə ibadət edirlər, onlar deyərlər ki, mə na'budahum illə liyuqarribuna ilallahi zülfə. Vəssalam. Cavab budur. Liyuqarribuna ilallahi zülfə. Biz bunlara ibadət edirik, bunlara dua edirik, bunlara səslənirik. Bizi Allaha, məqsəd kimdir? Allah. Bizi Allaha daha çox yaxınlaşdırsınlar deyə. Nə fərq oldu? Fərq var yəni. Heç bir fərq yoxdur. Onlarda Allah subhanahu teala etiqad edirdilər. Və bütlərə ibadətdən məqsəd yalnız və yalnız, özdə belə gəlir, mə na'budahum illə. Yəni, məqsəd yalnız və yalnız budur. Yəni, başqa bir variant yoxdur. Ayə deyir, Zumar surəsi 3-cü ayə. Yəni, və mə na'budahum. İnkar, illə, istisna, bizim dildə tərcümə belə olur ki, məqsədimiz yalnız və yalnız budur. Başqa bir variant yoxdur. Nədir? Liyuqarribuna ilallahi zülfə. Bizi daha çox Allaha yaxınlaşdırsınlar deyə. Məqsəd yəni də Allah subhanahu ta'aladır. Bunlar da Allaha yaxınlaşdırmaq üçün nələrdir? Vasitələr. Deməli, onlar bütlərə ibadət edəndə bunları Allah bilib etmirdilər. Allah subhanahu ta'alaya yaxınlaşdıracaq bir vasitə bilib edirdilər. Onlara görə Məkkə müşriklər müvahhid imiş. Yəni bunların
şirkə verdikləri tərifə görə Məkkə müşrikləri müşrik deyilmiş. Və bu tərif üzərində icma ediblər bunlar. Onlara görə şirk budur. Ona görə onlar üçün müşkil deyil yəni. Gedib qəbirdən nəsə istəmək. Və bir şey deyim, istəyir bu məsələ olsun, istəyir başqa məsələlər olsun. Yəni, bu bir üslubdur. Nəhcül Bəlağa kitabı ki var, o kitabı oxuyun. O kitabla onların bütün məsələlərini dağıldarsan. Özü o kitabda rədd edəcək bir yerləri də yoxdur. O kitaba nə deyirlər? Şəqiqul Qur'an. Quran doğma qardaşı. Nə vadə çaşıb deyəsən ki, əxil Quran. Quran qardaşı. Nə vadə çaşıb deyəsən. O səsəndə tutacaq xəta. Şəqiqul Quran. Quran doğma qardaşı. Necə deyirlər ha? Deyək, məndə çaşıb demişəm, Quran qardaşı, deyib səhvi düzəlt. Quran doğma qardaşı. Nəhcül Bəlağa onlarda budur. Qeyri-şərtsiz hüccətdir. Və Nəhcül Bəlağına darmadağın deyərsən. Orada Əlinin Həsənə məktubu var, oğluna məktubu. O məktubu götür və salam. Dağılt bütün etiqadlarını. Bir dənə o məktubla, elə kitabı demirəm. Orada məsələn Həsənə deyir ki, məktub yazıb da, atadır. Mən deyir, qorxuram, şeytan səni azdırar, nəfsvə uyarsan və s. Bəs deyirdirsə, sən məsumdur. Məsum necə nəfsinə uyar? Məsum, yəni, şeytan necə onun yolundan astırar? Əl niyə narahat idi? Əgər əlidə etiqad var idisə ki, oğlu məsumdur, niyə narahat olur? Durub oğluna məktub yazır. Düzdürmü? Özləri nə deyirlər? Heç nə. Ne deyəsəm, nə deyirlər onlara deyəsəm. Və məsələn, orada Həsənə məktub yazır, fikir verir məktuba. Deyir ki, şəfadır, ruzudur, övladdır, yardımdır, mədət ummaqdır. Hansılar ki, Allaha xasdır. Allahdan qeyrisindən istəmə. Açıq aydın, hansılar ki, Allaha xasdır. Allahdan qeyrisindən istəmə. Və s. və ilə axır. Məsələn, elə yerlər var ki, Nəhcül Bəlağada, sahabələr var da, dəhşətdir. Heç Əhl-i-Sünnə kitablarında elə şey tapa bilməzsən. Əli deyir ki, filankəsin ölkəsi nə əzəmətlidir. Orada da, təbii ki, Əli filankəs, mən deyirəm filankəsin ölkəsi, sizinlə başa düşdü, sesinə. Əli orada ad çəkib, kitabı yazan müəllif ki var, Şərif Murtaza, sonra Ər-Rəsi, o iki qardaş olub. Onlar orada Abu Bakrın ya Ömərin adını düşürüblər. Yazıblar filankəsin. Və Nəhcül Bəlağəni şərh edən bütün şiə alimləri icma eləyiblər ki, yox, ixtilaf eləyiblər birinci. Burada filankəsdən qəsd kimdir? Abu Bakr ya Ömər. Bunda icma eləyiblər ki, üçüncü variant yoxdur. İxtilaf bir də bunda olub ki, Abu Bakrdır ya da Ömərdir. Bəziləri deyiblər Abu Bakrdır, bəziləri deyiblər Ömərdir. Hər bir halda bizim üçün isti soyuğu yoxdur bunda. O sizin üçün də isti soyuğu ola bilər. Çünki üçüncü variant yoxdur. Gör nə deyib? Filankəsin ölkəsi nə əzəmətlidir? Ya Abu Bakrdır ya Ömər. O deyir, İslamı ucaltdı, sünnəti dirçətdi, bütün bidətləri ayağının altına alıb darmadağın elədi. Bu dünyada Allahdan layiqincə qorxdu və bu dünyadan, bu dünyanın çirkabına bulaşmadan köçdü. Heç Əhl-i-Sünnə belə deməyib. Elə bir ki, adam oxuyur, elə bir ki, Ömər məsum olur. Bu dünyadan, bu dünyanın çirkabına bulaşmadan köçdü. Və adam maraqlı gəlir ki, açıb oxuyasan, görəsən şərhlərində nə deyirlər. Ən güclü şərhi Meysəmin şərhidir. Nəhcül Bəlağanın. Bunun şərhində bilsən nə deyir? Deyir, Əlinin bu sözü biz şiələrin etiqadını vurur. İki şeydən biridir. Ya deyək ki, Nəhcül Bəlağada hər rəvayət səhih deyil, özə variant qalmıyor. Etiqad gedir əldən. Cavab tapmalısan, yəni bir şey tapmalı. Ya da deyək ki, Əli təqiyyənə deyib. İndi bu iki variant, indi Meysəm öz istihad edib də, kişinin oğlu istihad edir. İki variant var da, ya bu olmalıdır, ya bu. Və istihad edir ki, mən də deyirəm ki, təqiyyənə deyib. Yaxşı, dəlil nədir təqiyyənə deyib? Dəlil yoxdur. Dəlil var. Dəlil odur ki, bizim etiqada ziddir, məcburuq ki, deyək. Çünki biz Əlini belə tanımırıq. Yəni, biz Öməri tərifləyər, Əlini qəbul etmərik. Qəbul ediriksə, onu da qəbul etməliyik ki, təqiyyənə deyib. Son variant budur. Yəni, onlarda ümumiyyətlə, son variant budur. İstər əqidəvi məsələlərdə, istər fiqh məsələlərdə, öz kitablarından, hətta alimlərinin sahih gördükləri bir hədis gətirsə,
son dirənəcək variant budur ki, təqiyyən deyib. Məsələn, bir dəfə mən birinə gətirmişəm, Müslimin rəvat elədiyi hədisi Qum tələbəsinə. Xeybər günü Peyğəmbər sallallahu aleyhi və səlləmin mutayəni haram eləməyi, siğəni. Və bu hədis onların bütün hədis kitablarında var. Mənə qayıtdığında ki, təqiyyən deyib. Dəlil nədir? Hə, dəlil nədir? Deyir, o ki, icazə verən hədislər var, ha, onlar çoxdur deyənə. Onlara görə biz belə qərara gəldik ki, bunu təqiyyən edir. Bu da cavabdır. Düzdür, bəzi məsələlər var ki, özə cavab tapa bilmirlər. O imamlardan birindən gəlib soruşurlar ki, suala bax. Deyir, ey imam, sən Həsəndən deyəsən soruşurlar, ya da Muhammed Hadirən. Zəruriyyətsiz, yəni heç bir səbəb olmadan, heç bir zəruriyyət olmadan və təqiyyəsiz. Pambıqdan, yundan olan bir şeyin üstündə namaz qılmaq olar. İmam da deyir, olar. Və salam. Özə deyə də bilmirsən ki, imam təqiyyənə deyir. Çünki sual verən yazıb, ravi deyir ki, da ola bilsin görüb ki, imam həmişə təqiyyə eləyir. Deyib ki, bax ha imam, təqiyyəsiz ha. Başqa variant qalmıyor. Deyib ki, mənə cavab ver, təqiyyəsiz, bir də zəruriyyətsiz. Pambıqdan deyib ki, olar. Həndə gəl bu hədisə cavab tap. Ya belə şeylər çoxdur, onların kitablarında həddən artıq çoxdur. Ona görə məsələn, risalələrinə baxsaz onların kitablarına. Kitab, məsələn, müştəhidlərin kitabı. Bu təhqir üçün demirəm, ha, tərif üçün deyirəm. Çayxana söhbətləridir. Bu təhqir deyil, bu kitabın tərifidir. Kitabda, yəni, hansı tip ağıl sahibi, yəni adam istəyirsən, oradan özünə xeyli məlumat tapa bilər, yəni. Hətta dəliyə də verə bilərsən. Elə məsələlər var ki, şəriyyətlə əlaqəsi yoxdur. Və mən bu dediklərimi, mən sizə bir şey deyim, hamısını praktikadan keçirmişəm, yəni. Siz elə bilməyin ki, bu mən sizə deyirəm. Hamısını ondan özünə də demişəm. Cavab da yoxdur. Vallahi billahi, qardaşlar, cavab da yoxdur. Bir dənə cavab budur ki, fətva buna görədir. Yəni, alim belə fətva verir. Elə şeylər yazır ki, məsələn, ayağa məhz. Məsələn, mən ayağımı biraz qaldırdım. 2 santimetr və 1 metr. Qaldırdım, ayağıma məsələdim. Dəstəmaz batildir. Niyə? Yox, mütləq barmağın ucu da olsa yerdə olmalıdır. Ay, niyə? Nə fərqi var? Ayağım 1 metr, 1 santimetr yuxarıdadır. Yox, yerlə təması olmalıdır. Yaxşı, niyə görə? Eyb yox, fətva verir, razılaşdıq. Yaxşı, niyə görə? Müəllim dərs keçirsə, fətva buna görədir. Sual vermə, dərsi qatma. Belə şey olar. Və məsələn, səhv etmirəmsə, 120-yə 121-ci məsələdədir. O məsələlər gəlir axı. Burada var risalə? Yoxdur. Deyir, çanikin lüləsi olur axı. Deyir, lüləsi olmayan bir qabda dəstəmaz almaq olar. Cavab, heç bir işğalı yoxdur, olar. Bu nə sualdır, bu nə cavabdır? Yəni, problem ola bilər, yəni. Hə, ola bilər, yəni, problem. Nə olacaq? Sual versən, cavab yoxdur. Girmişəm, bir dəfə bir forumda çatdı, onların şeydir. Girmişəm, görürəm, biri bunu yazır. Özləridir. Bu sual-cavab yazır, gəlir də 100-cü məsələ, gəldi 120 ya da 121-ci məsələyə çatdı, dəstəmazın əhkamlarını yazır, müəllim kimi. Bunlar da öyrənirlər. Hamı da Allah razı olsun, Allah elm və bərəkət versin. O da deyir ki, bu mənim deyil, ağanın risaləsindəndir belə, o üçün dua edin, rəhmət belə. Açıq aydın yazır ki, çanik kimi lüləsi olmayan bir qabda dəstəmaz almaq olar, sual, cavab, heç bir işğalı yoxdur. Mən də girdim tezdən Xomeyni niki ilə girmişəm. İbrət üçün, başqa heç nə yox. Mən də başlayıram, düzdür, özümdən deyirəm bunları, amma uyğun şeylər yazıram. Yazmışam ki, sual. Qulpu qırıq qəfadan ilə dəstəmaz almağın hökmü. Cavab, heç bir işğalı yoxdur olar. Görəm, reaksiya gəlmir.
Neyse, su var. Neyse, görürəm ki, cavab gəlmir. Yəni, reaksiya, hələm oxuyurlar. Durum yan da yazdım. Yazdım ki, belə gülmüyüm. Mənə də gülmək tutur. Yazdım ki, amma uyğundur, Risaləyə uyğun şeylərdir. Məsələn, fortuskası olmayan hamamda quslanmaqlar kimi. Cavab, problem yoxdur. Güldüm onu. Ulan ciddi yani. Nəsə daha yazdıqlarımı deməyəsən. Dəhşətlər. Nəysə, biri yazıb ki mənə, hörmət eləyir də Xomeyni. Mən girəndə yazırlar, xoş gəldin ağa Azad belə. Yazır ki, başqa şeylər də yazmışdım, dəhşətlər, amma Risaləyə uyğun şeylərdir. Dözmədilər, yazdı ki, deyir, ay qardaş, bu Qəfədanın, bu Fortuskanın qusla dəstəməsə nə adiyyat var? Nə adiyyat var bunun? Mən dedim, ha. Bəs o Xomeyninin kitabından yazanda ki, bu məsələni, onda niyə demədin ki, lülənin dəstəməsə nə adiyyatı var? Bir şey versən? Yəni, o müctəhid də ona olar. Necə yəni? Yəni, bu baxmır sözə. Bunlarda var bu, axı. Baxır ki, bunu kim deyir müctəhid? Təqlid vacibdir, təqlidsiz əməl batildir. Risalə belə başlayır. Yəni, Risalə başlayır, özü sənə zombi eləyir. Risaləni açırsan, birinci sual cavab. Təqlidsiz əməl caiz, təqlidsiz əməl batildir, qutardı. Batil. Hətta onlara görə, məsələn, sən 20 il namaz qılmışsan. Təqlidsiz. Sonra götürmüşsən müctəhidin bir risaləsinin təqlidinə. Görmüşsən uyğun deyil və o biri müctəhiddən risaləsinə uyğun deyil də hardasa 20 il qıldığın namaz batildir, qəza eləməlisən. Təqlidsiz əməl batildir yəni. Ona görə o baxmır ki, nə deyir? Ha, baxır kim deyir? Onun dediyini mən dedim də. Eyni şey demişəm, sən məndə şey tutdun. Nə var, mən müstəhid deyiləm ona görə. Söz eyni sözdür. Və nələr, əxi? Mən konkret risalələrdən deyirəm. Məsələn, süd verməyin şərtləri. Məsələn, uşaqva süd anası tutmusan. Süd anası tutmusan, indi nə şərtlərdir ki, o ona məhrəm olsun. Məsələn, əhl-i sünnədə var, ta ki 5 dəfə əmizdirməlidir, doyunca əmməlidir və s. və ilə axır. Birinci şərt. Gərək diridən olsun. Nə olsun? Uşaq diridən əlsin, mötəzə öldən olmaz. Bu nə şərtdir? Hə? On dənə şərtlərlə birincisidir bu. Bu nə şərtdir? Başa düşmədim mən. Yəni, sən ana o südü içir ki, ona məhrəm olsa, ölüb gedir, başa düşmədim. Yəni, uşağa aparsan, ölüyə, yəni, çatdı yəni kiməsə bu. Və belə şeylər, onu görə deyirəm, təhqir deyil, tərifdir, çayxana söhbətləri. Və səbəbini deyəcəm mən. Səbəbi, bu səbəbsiz deyil, ha. Səbəbi deyəcəm niyə belədir, yəni, bu gündədir. Məzhab bu gündədir. Səbəbini deyəcəm, səbəbi saxlayıram axıra. Yəni, əməli başda səbəb var. Səbəbi də öz qoyduqları qaydadır. Qaydadır ki, məzhab bu günə düşür. Yəni, başqa şərtlərdən demirəm, hansı ki, deyir, müstəhəbdir ki, süd anası 12 imamçı şiə olsun. Süddən kəsərdən əsə. Başqa vaxt vəhdət deyirlər, birliyə çatırırlar. Deyir, müstəhəbdir ki, 12 imamçı şiə olsun, süd anası, sünnə olmasın. Yəni, göyə süddən nəsə keçər. Hətta buna can yazıblar. Ona görə onların vəhdət çağırışlarına allanma. Və risalə doludur belə şeylərlə. Və səbəb nədir? Səbəbi deyil. Səbəb odur ki, onlarda qayda var. Müctəhidin yazdığı risalə özündən qabaq ki, öz zamanda yaşayan o risalələr ki var, ondan fərqli olmalıdır. Fərqlənməlidir. Yəni, eyni olsa, nə təfavüt var da, sənə yox, hələ o birisinə təqlid eləyirdi, onsa sən niyə daha gəldin? Ona görə fərqləndirmək üçün, bu cavabı özləri deyirlər. Məsələn, birinə demişəm, deyir, fərqləndirmək üçün eləyir də. Yəni,
Nə var bu qaydaya əməl eləmək üçün İslamı qoyub bərbad günə. Ağlına nə gəldi yazır. Hələ belə şeylər ki, heç yəni ağıl qəbul eləmir belə şeyləri. Ona görə məcbur olublar bu cür söhbətləri salsınlar Risaləyə ki, nə var fərqlənsin. Bax, səbəb bu idi. Və risalələri, fiqhləri, kitab özü öz içində ixtilaflarla doludur. Səbəb, çünki onlara görə ağıl ədillət-i şəraiyədəndir. Məsələn, bizdə nədir? Quran, sünnə, icma, fəhm-ü səhabə, qiyas və s. Hansı ki, şəriətdə dəlillərdir. Onlarda şəriətdə dəlillərdən bir nədir? Ağıl. Ağıl şəriətdə Quran kimi müstəqil hüccətdir. Və Allah Subhanahu taala öz kəlamı barədə nə deyir? Deyir, əgər bu Allah tərəfindən yox, qeyrisi tərəfindən olsaydı, siz bunda çoxlu ziddiyyət tapardınız. Deməli, Allahdan yox, yəni bir şey ki, onun mənbəyi vəhiy deyil, Quran və sünnə kimi. Labüddür ki, onda ixtilaf olacaq. Sən deyirsən ki, ağıl müstəqil hüccətdir. Necə ixtilaf olmasın? Risalə doludur. Yəni, bir səhifə, o biri səhifədə onu inkar edir. Bir səhifə, bu biri səhifədə onu inkar edir. Və sən təsəvvürlə ki, bu cür, mən deyim də, axmaq şeylərə vaxt, səhifələr ayırıblar. Dəhşət şeylər. Siğanın hökmündən 25 səhifədə danışır. Və ayaq yolunda təmizlənməyin hökmündən nələr yazır? Yazır, uşaq ayaq onunla risalənə girir. Ayaq onunla risalənə girənlər var. Ki, dəqiq, qayda 1, 2, 3, 4, bu cür çərçivədə. Və sən görərdin, dəstə bizi necə başa salırdılar onu. Belə baxırdım, yəni dəhşət. Hələ mən danışırım ayaq yolunda təmizləməyin əhkamları. Nələr gətirilən, yəni dilə gətiriləcək şeylər deyil. Və xülasə, Risalə bu cür şeylərlə doludur, amma İslamın ruknu olan həccə cəmi bir səhifə yarım yer ayrılır. Cəmi bir səhifə yarım. Halbuki həcclə də əlaqəli o qədər axmaq suallar verərəm. Ehramı belə bağladım, buradan belə düşdü, necədir? O İbn Ömərə gəldilər, deyir, ağzı qanatın hökmü, deyir, vay olsun sizin alınıza, küfə cəmaatına. Allah Rasulunun nəvəsinin qanını axıtdı, sizin də ağzı qanatın qanını soruşur. Yəni, həcclə də əlaqəli o qədər axmaq sual beynə gələr ki, hamısını durub yazacaqsan sən. Həccə cəmi cümlətəni bir səhifə yarım yer ayırır. Qısa konkret, önəmli deyil axı. Amma mənasikül həcc ki var, mənasikül həcc, həccin qaydaları. Bir səhifə yarım. Amma indi gəl mənasikül məşahid, məşhədlərin qaydaları 2 dənə cild kitab. Necə lazımdır? Və budur deyil bunlar da, vallahi. Az risaləni 2 səhifədən artıq görməyəcəksən. Bir səhifə yarım. Mənasikül həcc, bunlar da budur. Qısa konkret. Get fırran gəl, ticarət və elə gəl. Amma mənasikül məşahid, cildlər də kitablar. Necə gedirsən, ora, yolda hansı zikirləri eləyirsən, qapıdan girəndə durursan, əlbi sağ qapıya bir dənə sürtürsən, sürtəndə filan duanı oxuyursan, sonra müstəhəbdir ki, əyləsən, o ayaq yeri yoxdur, onu öpəsən, öpəndə filan zikirləri eləyəsən, gələsən imamın qəbrinin yanında filan duanı eləyəsən, da sözlərdə ki, o bizdə çox üzr istəməli də bir şey yox deyə, da məcburam deyim, o uşaqlara öyrədirdilər, Şaxta baba deyir, çox ellər dolaşmışam, qarlı dağlar aşmışam, eyni o cür bir şeylər gəlir. Deyir, çox ellər dolaşmışam, gəlmişəm sənin hüzuruva, imdadıma çat mənim. O ziyarətnamələrdə belə şeylər var. Dəhşət. Heç həccin qaydalarına elə fikir vermirlər. Və elə məsələlər var ki, əxi, yəni bizən elə bir məsələ var ki, onların kitablarında, ümumiyyətlə bu məzhəbdə, yəni isbat eləməyə ehtiyac yoxdur. Məsələ, 3-cü şəhadət məsələsi. Əşhədu ənnə aliyyən vəliyyullah. 3-cü şəhadət. Heç münaqişəyin yeri yoxdur. Heç. Öz kitablarında azan iqamənin sözləri gəlib. Kitab-ül Kafi, Furu Kafidə, Vəsail-i Şia, İstibsar, Ət-Təhsib, Bihar-ül Ənvar kitabları yoxdur. Azan və iqamənin sözləri gəlib. Cəfər-i Sadiqdən,
Rızadan, Muhammed Baqirdən və s. 25 dənə hədisdir. Heç birində yoxdur bu. Və biz meydan oxuyuruq. Deyirik ki, get, yer kürəsini şərqindən qərbinəcən dolan, axtar, öz kitablarından, bax ha, öz kitablarımızdan. 2 dənə yox, 1 dənə hədis gətir ki, imamdan gəlib soruşurlar azan və iqamənin 25 dənə hədisdir, azı. 25 dənə. İmam azan və iqamənin sözlərini deyir. Azan və iqamənin, heç birində 3-cü şəhadət yoxdur. Bəs siz biz Əhl-i Beytin yolundayıq. Niyə Əhl-i Beytin öyrətdiyi azan və iqaməyə tabi deyilsən? Hansı ki, Cəfər Muhammed Baqir bu azanı öyrədirdi, bu iqaməni. Onlarda başqa bir bidət də var axı. Hayya alə xeyrul əməl. Hətta bir rəvayətdə gördüm ki, bu da yoxdur. Bu da yoxdur. Və baxdım ki, Şeyx Saduq cavab verir. Ola bilsin, ravi bunu təqiyyənə. Ola bilsin, deyir, ravi bunu rəvayət edəndə, o rəvayət elədiyindən qorxub çəkinib, təqiyyənə, ola bilsin, çıxarıb bunu. Yəni, variant, son variantdır da bu. Rahat bir variantdır. Özə alimlər üçün onlarda çətinlik yoxdur, istihad edəsiniz. Ən rahat variantdır. Yəni, əziyyət çəkməyə, o hədisləri araşdırım, istihad edeyim, bunu buna vurum, bunu sənədini araşdırım, görüm, bəlkə zəifdir. Yox, təqiyyənə deyim. Ən rahat üslub. Bir dənə hədis tapa bilmirlər. Və açıq da aydın yazırlar Risalədə ki, 3-cü şəhadət azanın tərkib hissəsindən deyil. Sonradan əlavə edilib, nə üçün? Savab qazanmaq üçün. Sonradan əlavə edilən şey nədir? Bidət. Bütün alimlər deyir bunu. Bütün alimləri, məsələn, sən onların kitablarını oxusan, alimlərinin bidətə verdikləri tərifləri. Onlar da bizim kimi veriblər, demək olar. Ki, dində, yəni Əhl-i Beytin qoymadığı bir hökmü kimsə gətirib hökm olaraq qoyub. Məsələn, azandakı 3-cü şəhadət. Açıq aydın özləri etiraf edirlər ki, bidətdir. Yəni, elə məsələlər var ki, heç onu münaqişə eləməyin yeri yoxdur. Və ya, məsələn, namazda əlləri bağlamaq. Mən demişəm, bir dənə hədis gətirsinlər öz kitablarından. Bir dənə. Gətirə bilmirlər. Yəni, bir dənə hədis gətirsinlər Peyğəmbər sallallahu aleyhi və səlləmdən ki, namaz qılmırlar, bu namaz şəkli ki var. Bir dənə hədis, Allah Rasulü bu cür namaz qılır. Düz deyib, bu bizim üçün bir önəmli məsələ deyil. Bizim üçün bu məsələ deyil. Bunlar ki, belə qabardırlar, bir kitab baxıram, yazır şəriətdə mühüm məsələlər. Kitabın adıdır, deyəsən Məkarim Şirası idi. Mən də dedim, indi Allah bilir də, bir etiqadır. Açdım, əlləri bağlamaq, açmaq. O möhür ya yox. Bunlarda şəriətdə mühüm məsələlərdir. Düz deyir. Vallahi düz deyir. Onlar üçün mühümdür. Çünki onlar bizə görədirlər. Bizə görə yaşayırlar. Açıq aydındır. Onlar bizə görə yaşayırlar. Və bu məzhəb Əhl-i-Sünnətə protiv olsun deyə çıxıb. Bizə görədir. Cəfər-i Sadiqə gəlib soruşurlar ki, güya. Küfədə sənin şeylərin ixtilafdadır, ha? Fiqhi məsələlərdə, şəhri məsələlərdə. Neynəsinlər? Bir alim də yoxdur, bir elm əhli və s. Deyir, heç nə, rahat bir dənə variant. Deyir, orada yaşayan sünnilərə baxın. Sünnilər nə eləsə, siz ona əks olanı edin, o haqq olacaq. Və bu hədis səhihdir. Bəli, hədis səhihdir. Və hədisdən çıxan faydalar. Öz alimləri hədisdən faydalar çıxarır. Hədis səhihdir və bu hədisdən çıxan faydalar. Birinci fayda. Əgər bizim kitablarda imam faydaya baxar, bu faydanı kim deyir? Xomeyni. Deyir ki, əgər bir məsələ ilə əlaqəli bizdə imamlardan 2 dənə hədis gəlsə, məsələn, imamdan hədis gəlir ki, Əlidən, Kitab-ül Kafidə, İstibsar, Ət-Təhsib və s. şeyə, bütün kitablarda, hamısında ki, Xeybər günü Peyğəmbər sallallahu aleyhi və səlləm mütəni, yəni siğəni haram elədi. Öz kitablarındadır. Bu tərəfdən də hədislər gəlir ki, və səhih də deyirlər. Bu tərəfdən də hədislər gəlir, Cəfər-i Sadiqdən ki, siğə eləmək olar, hətta pozğun biri ilə də dəhşət şeylər, 1 saatlıq, yarım saatlıq, 10 dəqiqəlik, dəhşət şeylər, dilə gətiriləsi şeylər deyil. Bir tərəfdən də bu hədislər. Və müstəhidlər o hədisdən faydalar çıxarır.
Bir yaxşı qeyd elədim, hədisdən faydaya bax. Deyir, əgər bizim kitablarda məsum imamlardan bir-birinə zid 2 rəvayət gəlsə, bu hədisdən bu fayda çıxır ki, onda baxırıq o 2 rəvayətə. O 2 rəvayətdən hansı əhl-i sünnətə müvafiqdirsə rədd edirik, hansı müxalifdirsə onu haqq bilirik. Ha? Dəlil o hədis. Dəlillə danışıram üstəyib, dəlilsiz danışmır. Dəlil Cəfər Sadiqin hədisi. Bu da bunların dini. Vallahi belədir. Bütün fikri məsələlərə bax. Məsələn, əhl-i sünnə Bismillahi namazda sakit deyir. Bunlar möhkəm deməlidirlər. Əhl-i sünnə amini möhkəm deyir. Bunlar deməli deyirlər. Əhl-i sünnə tutaq ki, əlləri nə var, 1-2 hədisdə gəlib ki, aşağıdan yuxarı bunlar mütləq belə eləməlidirlər. Məsələn, birdən sünnədə gəlsəydi ki, əl açıq namaz qılmaq, bunlar əllərini bağlayacaqdılar. Bu qayda da, bu başqa variant yoxdur. Başqa bir variant yoxdur. Nə var, onun əksini eləyirlər. Ona görə Xomeyni deyir ki, hətta hər kiçik məsələdə əhl-i sünnəyə müxalifətçilik bizdə uğurudur, zəfərdir. Bizim üçün faydadır. Və bu, bunun üzərində qurulur. Və onlar hətta risalə yazanda baxırlar. Məsələn, hətta risalələrində görəm deyir ki, sünnilərdə bu belədir, ona görə bizdə belədir. O yüzden dəlil nə deyil ha? Bizdə belədir deyənə bunlarda belə olmalıdır. Belə məzhəb bu gündədir yəni. Ona görə oxuyan adam üçün, hətta onların özündən deyirəm. Haqqı istəyən üçün bir dənə yol var. Gedib öz kitablarını oxusunlar. Vəssalam. Gedib öz kitablarını oxusunlar, haqqı tapacaqlar Allahın izni ilə. Allah subhanət Allah istəsə haqqı tapacaqlar. Elə öz kitabları ilə. Məsələn, tutaq ki, söhbət edirsən birinə, deyirsən ki, sizə görə imamət nədir? Bunlar deyirlər ki, siz imamları qəbul eləmirsiniz. Hətta o biyaq ki, müxalifətçilik məsələsini deyim. Hətta bu cahil mollalar var, görürlər ki, sünnilərdə, o sünni mollalar regionla götürüləndə, salavat çevirəndə bir əlinə çevirir, 2 əlinə. 2 əlinə, biz bir əlinə çevirməliyik. Hətta cahil mollalarda da var ha bu. Deyir, onlar 2 əlinə eləyir. Burada şey yox deyir, ümumiyyətlə sünnədə belə şey yoxdur. Hətta cahillər belə öz aralarında bu müxalifətçiliyi götürürlər. Və bizə deyirlər ki, siz qəbul eləmirsiniz imamları. Bəlkə də ömürlərində haqq dedikləri bir dərsə söz olub, o da budur. Düz deyirlər. Çünki biz onlar qəbul edən kimi qəbul eləmirik. Necə ki, biz İsa aleyhissalamı xristianlar qəbul edən kimi etmirik. Yəni, vallahi mən məsum, yəni imam məsumdur, bunu qəbul etmərəm. Peyğəmbərlər məsum görür, o da risalətlərində. Bəşər olaraq o da məsum deyil. Risalətlərində məsumdur. Əlbəttə ki, mən qəbul etmərəm o imamı ki, deyirsən ki, imam deyir, qeybi bilir. Allah subhanət hala deyir, qeybi Allahdan qeyri heç kəs bilməz. Yalnız istədiyi rəsullarına bildirər. Əlbəttə ki, mən o imamı qəbul etmərəm, hansı ki, deyirsiniz ki, bütün peyğəmbərlərdən əfsəldir. Xomeyni Hukumatül İslamiyyədə deyir ki, bizim məzhəbin etiqadının zəruriyyətlərindəndir ki, müqarrab bir mələk, Allaha yaxın bir mələk, mursəl nəbi, rəsul, peyğəmbərlər heç bir imamların dərəcəsinə çata bilməz. Əlbəttə ki, mən belə imamı qəbul etmirəm. Və ya o imam ki, bütün peyğəmbərlərdən ələm, alimdir. Əlbəttə ki, belə imamı qəbul etmirəm. O imam ki, 70.000 dil bilir, dünyada 70.000 dil yoxdur. Əlbəttə ki, mən onu qəbul etmirəm. Notariusda işləməyib ki. Ona görə sən desən ki, bəs ingilis dua eləyir, ha? O necə işləyəcək? Rəddi var, ha? Deyəcək, imam 70.000 dil bilir. İngilisi də cavab verər. Fransıza da, Azəriyə də, hamısına. Dəlli var əlində. Özə Kitab-ül Kafidədir bu dəlildir. Əlbəttə ki, mən o imamı qəbul etmərəm ki, o imam kefi nə vaxt istəsə onda ölür. Bu ölümdə kef nədir? Vallahi, əxi. Yəni, bu məsələdə onlar ittifaq eləyiblər ki, imam nə vaxt öləcəyini, necə öləcəyini bilir yox, ha? Özü öz kölünü ilə olur bu. İstəməsə olmur.
Onda elə çıxır ki, Həsən özünə qəsd eləyir. Zəhəri iç baxır. Və deyirdiniz, qeybi bilir. Qeybi bilirdisə, o bilməli idi ki, o zəhərlidir. Əgər bildisə, bilə-bilə içdisə, qəsdlə də özünə, olmaz axı bir şey, böyük günahlardandır qəsdləmək. Əlbəttə ki, mən o imamı qəbul etmirəm ki, o imam bir şeyə oldusa olur. Kun fəyəkun. Ayə var Allah subhanət hələ barədə. Allah oldusa olur. Bunlar deyirlər, imam bir şeyə oldusa olur. Əlbəttə ki, belə imam mən qəbul etmirəm. Yaxşı, sənə deyir ki, bəs səndə imamət necədir? Yəni, sizə görə, əhl-i-sünnəyə görə imamət etiqadı nədir? Biz deyirik ki, bizə görə imamət nədir? O, bir dənə cavabı dinləyin dəqiq. Bizə görə imam odur ki, imam bir rəhbərdir. İnsanlar başsız qalmasın deyə. O rəhbər, o imam adil də ola bilər, zalim də ola bilər. O imam, cümlələrə fikir verin, adil də ola bilər, zalim də ola bilər. Və imamdan fayda nədir? Lap zalim də olsa. Əmniyyət ona təmin edilir. Düzdürmü? Allah subhanət həlanın hüdudları, əhkamları tətbiq edilir, əmin-amanlıq olur. Yəni, qoyunlar çobansız qalmır və s. Bizə görə imamət budur. İmam budur, yəni, rəhbər. Sənə deyir ki, ha, bu nə imam? Bu da imam. İndi mən dediklərim var, ha. Mənim sözüm idi. Nəhcül bəlağədə əlinin sözləridir. Əlinin sözünü rədd bilədi. Nəhcül bəlağədə bölüm var. İmamətin vəsifləri. Və indi sadaladım, ha. Nəhcül bəlağədən deyirdim əsbər. Əhl-i-sünnətin etiqadı adı altında dedim, ha. Nəhcül bəlağədən idi. Ona görə onlarla bir dənə söhbətdə əzbərli onu denən, əhl-i-sünnət. Birinci dinən ki, sizdə necədir? Və bizdə budur. Denən, rədd eləsə dinən ki, nəhcül bəlağədən dedim, öz etiqadımı. Nəhcül bəlağədən. Onlara görə söz önəmli deyil. Əgər sən dedinsə, bilməsə ki, nəhcül bəlağədandır, sözü rədd edəcək. Görsə ki, nəhcül bəlağədandır, yox, fırlatmaq lazımdır. Qoy zəng eləyim şeyxə. Görüm, nə cavab verir? Bu dedim, nəhcül bəlağədandır. Deyir ki, insanlar üçün labüddür ki, əmir olsun, imam olsun, rəhbər olsun. Çünki rəhbərdən məsləhət fayda budur ki, bu. İstəyir o zalim olsun, istəyir adil, fərqi yoxdur. Ona görə bir dənə nəhcül bəlağına onlara öz, yəni, haqqı baş salmaq olar. Düzdür, çox şeylər, orada bəzi şeylər var, hansı ki, ifrat şeylərdir, o da aydındır, müəllif yazıb. Çünki müəllifin, yəni, amma elə şeylər var, necə Şeyxülislam deyir, Minhəc-ü-Sünnədə, yəni, ehtimal var ki, onları Əli deyib. Və elələr var, dəqiqdir ki, Əli deyib. Çünki orada elə rəvayətlər var ki, o Əhl-i-Sünnə tarix kitablarında isbat olunur, yəni, ki, o Əli deyib. Məsələn, sahabələr barədə orada xoşa gələn sözlər ki var, hamısının tarixdə isbatı var. Və demək olar ki, Əbu Bakır və Ömər barədə, Osman barədə, sahabələr barədə əlinin sözləri ki var, mutavatir səviyyədədir. 80-dan artıq sənədlə gəlir. 80-dan artıq. Necə Zəhəbi deyir. İndiki, məncə, Azərbaycanda tərcümə var, nəhcül bəlağə. Hansı daha belə normal olaraq? Onlar ən çox istifadə edir Muhammed Abdu, bir də Subh Salih nüsxəsi var. Subh Salih nüsxəsi deyəsən, bir dənə kitab var, 2005-ci ildə çıxıb, Nəhcül Bəlağə. Nəşriyyat? Nəşriyyat yadımda deyildi. Məndə 2 dənə deyildi belə. Yəni, fərqi yoxdur, yəni Nəhcül Bəlağə birini götürsən. Məsələn, bir dənə götürsək ki, eyni bunu qardaşlar da özlərinə fayda götürsək. Nəşriyyat yadımda deyil, amma 2005-ci ildə çıxıb. Ərəbcə olsa laf Allah. Qardaşlar üçün Bəlağədə o kitabda varmı belə bir şey ki, Həzrət Əli radiyallahu anh yanı bilə zinəkar qadını gətirirlər və o onun donunu qaldırır və baxır deyir ki... Yox, Nəhcül Bəlağədə deyil. O başqa kitabda. Başqa kitabda. O hansı kitabdır, qardaş? Bilmirəm, kitab adı deyil. Onların 8 kitabı ki var, məşhur. O kitablarda var. O da belədir ki, rəvayət təxmini yadımda qalıb. Ki, Ömər ibn Xattabın xilafəti vaxtı olub. Bu hədisi gətiriblər ki, Ömərin tən eləmək üçün bir qadın gəlir, iftira atır birinin üstünə ki, mənə zinə eləyib də, yəni mənə təcavüz eləyib. Ömər ibn Xattab da qalır belə, hökm verə bilmir və o əmr eləyir ki, o insan öldürülsün, kişi. Əli deyir ki, dayan,
nəysə, baxır, araşdırır, görür ki, başqa şeymiş. Nə belə şey yəni. Və əri alim idi və haqqı üzə çıxarır və onun canını xilas edir. Belə. Xulasa. Və Peyğəmbər sallallahu əleyhi və səlləm Furqafda gəlir. Bayram günü lütbədən də çıxdı, qadınların qabağında xutbə zad demədi. Ağır bilgisin lütbədən. Şeyxman 8 kitabı hansıdır o mötəbər kitabları? Kitablar 8 deyəndə ki, 4-ü mütəqaddimdir, qədim, 4-ü sonra 4-ü qədimlər Kitabul Kafidir. Kitabul Kafi elə bil Muhammed Yaqub Əl-Kuleynin kitabıdır. İçində 16.000 də hədisdir. 16.000 nə qədərsə belə, yuvarlaq deyirəm. Sonra İstibsardır, bir də Ət-Təhzib. Bu ikisi müəllifi Tusidir. Bir də Mən la yaxturul fəqih, Şeyx Saduqun kitabı. Bu 4 kitabda 44.000-dən artıq hədis var. Belə 4. Bu qədim. 4 sonrakı da Vasail-i Şiadır, Hur'aminin kitabı. Biharul Anvardır, Məclisin kitabı. Mustadrakul Vasaildir, Nur Tavasinin kitabı. Bir də Al-Vafi Kaşaninin kitabı. Və o risalə ki var, risalədə əslində o risalə hüccət olaraq kifayət eləyir. Niyə görə? Səqələyin deyirəm. Çünki bir dənə bir şey bilin, qardaşlar. Əhl-i Beyt adına bunlar ki, nə ki deyiblər, ha? Hamısı iddiadır. Boş-boşuna sözlərdir. Ha, biz Əhl-i Beytin məktəbi, Peyğəmbər sələm dedi ki, mən də o boyda hədislər var, məhz niyə səqələyin Quran və Əhl-i Beyt? Çünki bu hədis bizim dəlilimizdir. Sən Allah Rasulü 2 şey əmanət buraxdı. Quran və Əhl-i Beyt. Gəl, ən böyük əmanətdən danışaq hələ. Quran. Siz bunda düzəməlli bir şey deyilsən. Əhl-i Beytdən nə danışırsan? Lab Əhl-i Beyt. Məgər Əhl-i Beytin yolundasan? Hə. Sübut ilə. Bugün mən Hənəfiyəm deyən Abu Hanifənin kitablarını gətirir. Abu Hanifənin tələbələri Abu Yusuf, Muhammed Şeybani, Abu Davud At-Tai, İmam Zufər və qeyriləri. Onların cildlərlə kitabları. Hənəfiyəm deyən sübut edir. Şafiyəm deyən İmam Şafinin kitablarını gətirir. İmam Şafinin tələbələri Əl-Muzənindən tutmuş. Nə qədər istəyirsən. Malikiyəm deyən İmam Malikin Muvattasını gətirir. Tələbələrinin kitablarını. Həmbəliyəm deyən İmam Əhmədin Musnədini gətirir. Fadaul-i Sahabəni gətirir. Kitab-ı Zuhdu gətirir. Usul-i Sünnəni gətirir. Raddu Aləl-Cəhmiyyəni gətirir. Tələbələri elə öz oğlu Abdullahla Salihin kitablarından tutmuş. Abu Davudun Məsaili İmam Əhməddən tutmuş. Başqa tələbələrin kitablarını nə qədər istəyirsən. Gətir Cəfər Sadiqin bir dənə kitabını. Gətir tələbələrinin bir dənə kitabını. Necə oldu? Hələ bunlar öldülər. Buxari, Hasan yaşayıb. Musa Kazım Əl-Rizanın vaxtında yaşayıb da. Buxari, Müslimdir. Hamısı o vaxtı yaşayıblar. Necə olur ki, Buxari kitab yazır, Müslim kitab yazır. Bütünə hədis əhli. Hansı ki, xüsusən Cəfər Sadiqdən o yana olanlar var, ha. Musa Kazım Əl-Riza, Muhammed Taqi, Əliyyən Naqi, Həsən Əskəri, hamısı o vaxtı yaşayıb. Heç bir kitab yazmayıb. Xeyr olar. Çünki elm əhli olmayıblar. Cəfər Sadiq, Muhammed Baqir Zeynul Abidin elm əhli olub. Həqiqətən. Cəfər Sadiqin oğlu Musa Kazımın da yəni elm əhli olub, necə İbn Sa'd deyir təbaqatında, rəvayətləri az olub. Yəni çox şey olmayıb. Amma ondan sonrakılar Əhl-i Beytdən olub, fəzilət sahibi olublar. Amma elmlə, yəni belə deyim ki, müfəssir olublar, yox. Muhaddis olublar, yox. Yəni sən nə deyirsən elm əhli? Yəni mən deyirəm ki, sən elm əhlisən, alimsən. Sən nə muhaddissən, nə müfəssirsən. Hədsən ki, yox, muhaddisdir. Muhaddis nədir? Hədis alimi. Gətir Rical kitabını. Gətir hədis kitabını. Buxar ondan qabaq yaşayıb. O boyda Rical kitabları, tarixindən tutmuş hədis kitabları. Müctəhiddir, fəqihdir, gətir fiqh kitabını. Müfəssirdir, gətir təfsirini. Tabarizat hamısı o dövrdə yaşayıb. Əhl-i alimləri o dövrdə tuğyan deyir, deyirsən, yəni elmdə. Təfsir kitabları cildlərlə, hədis, rical, tarix, etiqad, bunlar heç nə yazmayıb. Bu özü sübutdur, açıq aydın. Cəfər Sadiq Muhammed Bala hədis rafisi olub. Əhl-i sünnətin hədis rafiləri. Ged Əhl-i sünnətin istədiyin rical kitabına bax, Cəfər Sadiq nə Muhammed Baqir Zeynul Abidin həyatını tapacaqsan. Kimlər
onlardan hədis rivayet edib, elm alıb və o Cəfər Sadiq kimlərdən elm alıb? Hamısı əhl-i-sünnə və cəmaət. Ona görə isbatı yoxdur, yəni iddia da ortada. Həsən Əskəri də öldü, övlad da yox idi. Bu Mehdi məsələsi də ayrıca bir dərsdir, dəhşətdir yəni. Yəni, insan sırf onların Mehdi əqidəsini öz kitablarından oxusa, yəni, rahat bir həftə gözünə yuxu gedməz. Yəni, fikirdən yata bilməz. Şeyx, nəyə görə kitab yazmayıblar? Məsələn, Cəfər Sadiq. Çox bu sualı bizə. Cəfər Sadiq niyə kitab yazmayıb? Bax, Hasanul Basri, Sufyan Savru, Sufyan İbn Uyeynə, Abdurrahman Avzayi, Mücahid, Qatada və qeyrləri, 100 minlərlə. Hamısı müctəhid, mühəddis, müfəssir olublar, niyə kitab yazmayıblar? Bunun cavabı budur. O dövrdə yazı çox şey deyildi. Cəfər Sadiq Əbu Hanifənin zamanında yaşayıb, Əbu Hanifənin də kitablarını gör, 5-6 də risalədir, əsas tələbələri yazır. Heç olmasa tələbələri yazsın. Yaxşı, Cəfər Sadiq qoyduq qırağa. Yaxşı, onun övladları, hansı ki, Buxari, Muslim, o hədis əhli və ya təfsirçilər və ya tarix, hamısı o dövrdə yaşayıb. Onlar ki, yazıblar, bəs bunlar niyə yazmayıblar? Yəni, bəs sən deyirsən, biz dinimizi Əhl-i Beytdən götürmüşük. Mən ehtiyac olmuyor. Əhl-i Beytdən götürməmsən ki. Sən dinini götürmüsən Kuleynidən. Məsələn, onlara görə Mehdi əqidəsini deyirəm. Mehdi gök iddia edirlər Həsən Əskəri. Əslində Həsən Əskərinin övladı olmuyor. Övladı olmuyor. Hətta öz kitablarında var ki, anasında, yəni Həsən Əskərinin zövcəsində hamiləliyin əlamətləri olmuyor. Yəni belə hamilə olmuyor. Öz kitablarında vardı. Və hətta kitablarında, məsələn, sən bir dənə geç şeyə dinən ki, anasının adı nə olub? Bir də 25 dənə şeyə sual ver bunu, 25 dənə cavab alacaqsan. 25 dənə ad. Anasının adını gizlədiblər. Mehdini? Hə. Niyə? Nəsil alimləri tapa bilməsin. O söhbət Mehdi oradan başlayır. Hə. Nəsil alimləri tapa bilməsin. Çünki o dövrün nəsil alimlər olub, bax, nəsəb alimləri. Sırf nəsillərlə, Əhl-i Beyt məsələsi məşhurdur axı. Nəsli. Nə qədər nəsil alimi olub o dövrdə ki, əlhamdülillah ortaya qoyublar ki, zürriyyətsiz, yəni sonsuz olub. Həsən Əskərinin sonsuz olub. Hətta Həsən Əskərinin öz doğma qardaşı Cəfər, Əhl-i Beytdən olan Cəfər, özü buna etiraf edib. Buna da cavab tapıblar. Deyiblər ki, bizdə Cəfər 2 dənədir. Biri Cəfər Sadiq, biri də Cəfərul Kəssab, yalancı Cəfər. Əhl-i Beytdir ya. Buna da cavab tapıblar, kritika veriblər belə. Hə, ona da cavab tapıblar, o hamiləlik məsələsinə. Ona da cavabı tapıb Abbas Qummi. Deyib, nə problem var? Mehdi anasının budundan çıxıb. Abbas Qummi kitabında yazır. Mehdi barədə kitabından ki, Mehdi anasının budunda əməl edər, budundan çıxıb bir çölə. Bu da dəlildir, hüccətdir, dəhşət. Təsəvvür bir məzhəb ki, əxi, buna da gediblər daha. Bu variantı da əl atıblar. Daha ki, uşağı buddan da çıxarıblar. Bunlar uşağı buddan da çıxartdılar daha. Allah qorusun. Daha nə istəsə edərlər. Tək ki, etiqad əldən gelməsin. Tək ki, etiqad əldən gelməsin. Və onlara görə Mehdi özləri ixtilafda da. Bəzilər variantlar işlədiblər, deyiblər, yox, düzdür. Övladı olmayıb. Həsən Əskəri öləndən sonra zövcəsi hamilədir, sonra mı olub? Bu tərəfdən də o birisilər çıxıb gidiyor, yox, əqidə əldən gedir. Nə əqidə? Çünki bizdə əqidə var axı. İmam cənazəsini qıldırılmalıdır və s. Deyir, hə, doğrudan bizdə bu əqidə var axı, onda qayıdıq o məsələyə. Onda da başlayır hədislər uydurmağa. Güya ki, Həsən Əskərini qoyur, qardaşı Cəfər. Bundan kəssab dedilər. Cəfər onun cənazə namazını qılmaq istəyəndə 5 yaşında uşaq cəmaatı yarı ilə gəlir, çıxır ki, əmisini belə çəkir ki, mən özüm qıldıracam. Söhbətə bax ha. Və buna etiqad edirlər, icma ilə. Və uşaq çəkir, təsəvvürlə də axı, yəni belə də yox da, yəni. Adam məzbuli ilə adam deyək ki, daha belə də yox. Yəni təsəvvürlə ki, qardaş, nə bilim 60 yaşı olub, qardaşdır da.
kəfənləyib, cənazə namazı qılır, cəmaat da orada durub arxada. 5 yaşında uşaq yara-yara gəlir, hansı ki, ana tərbiyəsinə ehtiyacı var. Gedib anasının qucağında oturub, yəni laləyə qulaq asmalıdır. Belə tutub əmsinin yaxasından ki, çəkil cənazə mən qılır, o da çəkilib cəmaat qıldırsın. Belə şey olar. Hə, qıldırdı nə oldu? Gördülər ki, uşaq yoxdur. Gedib qaçıb mağaraya. 5 yaşında uşaq mağaraya qaçıb və onlara görə Mehdinin bu danışdıqlarım icmadır bunlarda. Yəni Mehdi etiqadı yoxdur. Bundan Mehdi etiqadıdır. Mən sizə nəql edirəm onların dilindən. Bunlara görə Mehdinin qeybdə olması iki, yəni hissəyə bölünür. Bir var kiçik, bir var böyük. Kiçik qeyb dövrü budur ki 5 yaşından ki girdi mağaraya. Güya ki təxmini yadında deyil, 70 neçə yaşınaca mağarada qalıb. Mağarada qalıb və sonra gedib. O da indi böyük qeybdədir. Və deyirlər ki, mağarada olanda 4 dənə naibə olub. 4 nəfər ilə insanlarla əlaqə qurur. 4 nəfəri necə tapıb maraqlıdır. Çünki uşaq ilkən girib axı. 4 nəfəri necə çağırıb yanlarına. O mənə maraqlıdır. Və bunun cavabını bilmirəm. Yəni 4 nəfər mağarada olub, baxı 5 yaşından girib, 4 nəfəri necə çağırıb o yanına. Mağarada ki, harda. Nəysə. Və bu 4 nəfər də insanlarla əlaqə. Və sən təsəvvürlə ki, Kuleyni, həmin dedim Kuleyni, bu dövrdə yaşayıb. Yəni, naiblərdən hətta birini görüb. Belə də göf olmaz da. Kuleyni Kitab-ül Kafini yazanda Mehdi niyə yazmırdı? Yəni, onda sizin elə çıxır ki, din Kuleyniyə qalıb, Mehdi ola. Yəni, Kuleyni orada daha əmniyyətdədir, kitab yazardı, verərdi naibinə ki, apar. Vaxtda var, 70 il orada oturub. Nə iş görüb orada? Hə, Kuleyni orada şey deyir. Və son naib də ölənə yaxın nə deyib? Deyib ki, artıq Mehdi getdi. Variant deyə bu. 4 naib də qardaş olublar. Bir atan balalı danışıblar da, başa düşdü. Otururlar, danışıblar. Ki, bir dənə belə şey. Çünki, axı, Həsən, bunlarda imamət əqidəsi biabırçılıqdır. Bunlarda necə idi? Hər imam öləndə 10 dənə firqa ayrılırdı. Həsən Əskəri öləndə 25 dənə firqa çıxdı. Çünki övladı olmadı, axı, qaldılar belə çaşbaş ki, neyini? Nə cavabdır bu sünnilərə qarşı? Ona görə uşağı doğrusturdular buddan, saldılar mağaraya, 4 dənə də naib düzəltdilər. Hə. Fantastika. Yəni, belə baxırsan ki, 1001 gecə bundan yaxşıdır. Yəni, və sən təsəvvürlə, əxi, vallahi, bunu göz yaşı ilə oxuyanlar var. Göz yaşı ilə. Oxuyur, tüklər biz qalxır. Gözündən yaş axır. İman qalxır. Mən oxuyanda imanım yox, davlenim qalxır. İman nədir? Subhanallah. Yəni, iman qalxar burada. Normal davlenisi qalxar. Uşağı buddan doğusturdun, da bəsdir. Saldın cənazəyə, mağaraya, 4 dənə naib gətirdirdin. Bəsdir da. Biabırçılıq. Yəni, və bu xurafata etiqad edirlər, axı. Vəssalam. Ged bunların rical kitablarını aç. Rical kitabı yox deyə, əhl-i sünnətə baxıblar, yazıblar, o da tutmuyor. İndi deyəcəm, bu mənim sözüm deyil, axı. Mən ki, nədir? Hamısı onların öz sözləridir. Bunu Hur-Amili deyir. Ən böyük hədisçiləri. Bunu Kaşani deyir. Ən böyük hədisçiləri. Nur Tabarsi deyir. Bunu mən demirəm. Vasal-i Şia'da Hur-Amil deyir ki, deyir, bu deyir, çıxartdılara deyir, yeni istilahlar. Hədis elminə dırnaq arası baxır. Yeni istilahlar. Hədis elminə bidət deyir. Deyir, qeyri-həqiqi bir şeydir. Deyir, bizdə ki, deyirlər, bu hədis səhiydir, bu zəhdir, boş şeylərdir, deyir. Fikir verməyin. Özləri deyir ki, bizimdir rical kitablarımız ziddiyyətlərlə doludur. Bir şey çıxara bilməzsən. Hətta Hur-Amili deyir, niyə görə deyir, bu boş şeydir? Çünki deyir, bizim hədislərimizi əgər hədis elminin qaydaları yoxdur, araşdırsaq, bütün hədislərimiz zəif çıxacaq, səhih bir şey qalmayacaq. Özü cavab verir, niyə? Deyir, çünki səhih hədisin şərtlərindən biri nədir? Ravi adil olmalıdır. Bizdə deyir, belə nadir ravi tapılar. Özü deyir, Hur-Amili. Ən böyük mühaddisləri, hədis elmində bilsən kimdir? Bizdə İbn Həcər kimdir? Zəhəbi kimdir? Hur-Amili onlarda oldu.
Və sən bax onların rizal kitablarına axı. Məsələn, Muhammed Baqirin tələbələri. Nasibilər. Əhl-i-Beyt düşmənləri. Məsələn, filan Rafi, Xalid adında Rafi. Muhammed Taqinin əshabından olub. Amma nasibə olub. Əhl-i-Beyt düşməni. Və onlarda ravilər nədir? Məsələn, ravilər, Cəfər Sadiqin tələbələri, əftahilər. Əftahilər kimdir? 6 imam etiqadında olanlar. Fəthilər də deyirlər. Yəni, Cəfər Sadiqdən o yanasını qəbul eləmirlər. Ən gözəl misal Zürarə İbn Əyyun. Ravidir. Zürarə İbn Əyyun. Tək başına Muhammed Baqirlə Cəfər Sadiqdən 2000-dən artıq hədis nəql edir. Necə xoy idi. Tək başına ondan çox hədis nəql edən ikinci ravilər yoxdur. Əbu Basr nə? Zürarə İbn Əyyun. Zürarə İbn Əyyun 6 imamçı etiqadda olub. Musa Kazımın imamlığına şübhə eləyirdi. Etiqad eləmirdi. Sizə görə 12 imamdan birinin inkarı bütün peyğəmbərlərin inkarıdır və kafirdir. Dininizi kafirlərdən götürmüsünüz. Cəfər Sadiqin hədislərini sizə kafir rəvat edir ki, Musa Kazımın imamətini qəbul eləməyən. Mən bu məsələni qoyuram qırağa. Mənim demək istədiyim nədir? Əgər həqiqətən də dində 12 imam etiqadı vardısa və bu dinin zəruriyyətlərindəndirsə, çünki bunlara görə iman əsaslarından deyə, Cəfər Sadiq öyrətməyib tələbələrinə bunu. Hər imam öləndə 10 dənə firqə çıxırdı. Zeynul Abidin öldü, bunlar dedilər ki, yox, İmam Muhammed Baqirdir, bunlar dedilər, yox, Zeydilər çıxdı, dedilər, Zeyddir. Muhammed Baqir öləndə dedilər ki, Cəfər Sadiqdir, buradan biri çıxdı, yox, İsmaildir, İsmaillər. Həsən Əskəri öləndə 25 dənə qol çıxdı. Bu, imam öyrətmirdi bu dinin əsasını bunları ki, biz 12 nəfər ya. Bu dəlildir ki, belə şey yoxdur. Açıq aydın dəlildir. Allah şahiddir ki, bu mən tam məsumiyyətimlə deyirəm, heç kəs cavab verə bilməz buna. Heç kəs. Bax, bu dediyim məsələ heç kəs cavab tapa bilməz. Qeyri-mümkündür. Heç bir cavab yoxdur buna. Siz bu, yəni, tam arxayınlıqla bilin axı. Heç bir şeyə cavab tapa bilməz ki, bu niyə belə olub? Necə ola bilər ki, hətta, bu məsələlər, bu dediyim məsələlər var, hətta öz kitablarında var. Deməli, İmam Zeyd, elə bir ki, Zeynul Abidinin oğlu, Muhammed Baqirin qardaşı, Cəfər Sadiqin əmsi oldu, Zeyd. Bu dediyim hədis həm Kitab-ül Kafidə var, Biharul Ənvarda, kitablarında var. Eşitir ki, Taq adında biri, hansı ki, Əhlüsünnə ona şeytan Taq deyir. Bunlar da mümin Taq. Taq adında biri Zeyd eşitir, Zeynul Abidinin oğlu ki, belə bir etiqad yayır. Etiqada bax. Hələm 12 nəfər say yox ha. Fəqət etiqad yayır ki, Əhl-i Beyt içərisində özlərinə tabi olunmaları vacib olan imamlar var. Onlardan da biri Zeynul Abidindir. Yəni Zeydin atası. Zeyd çağırır onu yanına, öz kitablarında da bu. Deyir ki, sən mənim atamın adından belə şey iddia edirsən. Yəni biz Əhl-i Beytdən özlərinə tabi olunmaları vacib olan şəxslər var, müəyyən adamlar var. Deyir, hə. Deyir, ay yazıq. O ata mənim atamdır, mən də onun balası. Ata balasından çox başqasını kimə yanar? Ürəyi, heç kəsə. Mən deyir, balaca uşağı edim. Mənim üzbəüz oturanda atam Zeynul Abidin yemək yedizdirəndə, yemək ağzımı yandırmasın deyə soydardı yeməyi. Soğuram qoyardı ağzıma loxmanı. Deyir, ay bədbəxt, bu dünyada ağzımın yanmasını rəva bilməyən atam, bu cür dinin təməli olan etiqadı mənə öyrətməyib də cəhənnəmdə yanmaqma, yəni rəva bilər. Öz kitablarında da gözəl dəlildir. Zeydin dəlilidir. Bax, mən bunu demək istəyirəm. Necə olur ki, icma yoxdur. Şiə firqələr bizə nə qədərdir? Heç nə demirəm, ged Novbəxtinin öz kitablarıdır. Firaq-ı Şiə, Şiə firqələrini açıqdır. İstəmədiyin şeyləri oxuyacaqsan. İstədikləri tapacaqsan demirəm. Nələr? Ən birinci kitablarıdır, firqələr barədə. Firaq-ı Şiə. Niyə görə? Cəfər Sadiq buna namazı öyrədəndə Əlibağlı nə tez danışırsan? Çünki onlara görə, 12 imamçılıq nədir?
Yəni bizdə axirətə iman nədir? Bax budur. Bir imamın inkar bütün peyğəmbərlərin inkarıdır. Onlara görə usul-i-din yoxdur. Bizdə usul-i-din nədir? İman şərtləri var ya 6. Onlarda usul-i-din nə qədərdir? 5. Onlardan biri nədir? İmamət. İmamət usul-i-dindəndir. Və usul-i-din üçün din bunlarda necə bərbaddır. Və çox qəribədir. Çox qəribədir. Usul-i-dindən isə bu da cavabdır, açıq aydın. Sənin dəlilin olmalıdır. O dəlil ya Qurandan olmalıdır, ya sünnədən. Çünki usul-i-din bilsən nədir? Yəni ona etiqad etməyən kafirdir. Məsələn, mələklərə iman, axirətə iman, kitablara, peyğəmbərə usul-i-dindəndir. Qurandan nə qədər istəsən dəlil. Leysəl birra an tuvallu vucuhakum qibləl məşriq vəl məğrib, vələkinnəl birra mən əmənə billah vəl yevmil əxir. Əl-ayə, yəni yaxşılıq üzü şərqə, qərbə tərəf çevirmək deyil də, yaxşılıq Allaha, axirətə, mələklərinə, kitablarına, rasullarına iman etməkdir. İman al şərtləri. Düzdürmü? Əgər sən deyən imamət usul-i-dindənsə, dəlil gətirməlisən. Ya Qurandan, ya sünnədən. Qurandan dəlil gətirirsənsə, ayə mütəşabih olmalıdır, mühkəm olmalıdır və sarih, açıq aydın olmalıdır. Və belə yox, nə gətirirlər? İmam-ı Mubin, lövh məhfuz da və ya İbrahim əleyhissalam İnni ca'ilukə linnəsi imamə. Allahım bizi insanlar üçün imam seç. Harada imam kəlmə? Onda mən də gətirəcəm ki, və cealnə lilmuttaqinə imamə. Allahım bizi müttəqilər üçün imam et. Gündə namazda dua edirəm bunu. Harada imam kəlməsi götürürlər? Belə yox. Və ya rukuda zəkat verdi. Dəlildir ki, imamdır. İmamlıqla nə əlaqəsi var bunun? Laf tutaq ki, verdi. Yaxşı, bu əlinin imamətinə dəlil oldu. Bəs o birisilər. Yəni, heç bir əlaqəsi yoxdur da. Dəlillər var. Məsələn, dəhşət dəlillərdir. Təfsirlərini oxumansınız da onların. Təfsirlərini oxusaz, biabırçılıqdır. وَالتِّينِ وَالزَّيْتُونَ And olsun əncirə və zeytun. Yəni, Həsən Hüseynə. مَرَجَ الْبَحْرَيْنِ يَلْتَقِيَانِ بَيْنَهُمَا بَرْزَخٌ لَا يَبْغِيَانِ فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ يُخْرِجُ مِنْهُمَا اللُّؤْلُؤُ وَالْمَرْجَانُ Allah Subhanahu 2 dənə dəniz yaradıb. 2 dənə Ər-Rahman surəsindədir. Yəni Bahreyn təsniyə də gəlir bax, ikili idi. Bir də maraqlıdır bu. Hədis uydurdu. Fatimə Əli. Yuxrucu minhumə lu'lu'u vel marcan. Oradan incinə mirvarla mərcan çıxır, incinə mirvarı Həsən Hüseyn. Furqan surəsində də eyni bu gəlir. Orada bir dənə gəlir ki, o sulardan birinin suyu şordur. Yəni Fatimə deyə də Əli bilinmir. Surədə Ər-Rahman surəsi olsun, Furqan surəsi Məkkə surəsidir. Həsən Hüseyn yox idi. Əli Fatimə evlənmə. Heç əlaqəsi yoxdur söhbətinə. Təbbət yedə Əbi Ləhəbin və təb. Əbu Ləhəbin 2 əli qurusun, Əbubəkr Ömər. Sarı inək, hansı ki Bəqərə. Onun batini mənası var, yəni Ayşə, sarı qadın. O ayədə ki, Lat, Uzza, yəni Talhan, Zübeyir. Zəqqum ağacı, lənətlənmiş ağac, yəni şəcərə, Bəni Umeyyə. Bu, bunların təfsirləridir. Saf-safa. Saf-safa yəni, axmaqlıq. Nə imamətə dəlil gətirəcəksən? Dəlillər budur. Dəlillərə bax, usul-i-din nəyin üzərində qurulub? Ona görə Qurandan dəlil gətirirsənsə, dəlil, usul-i-dindən dəlil Qurandan gətirməlisənsə, məcbursan, o məhkumsan buna. Sən üzərində bu boynunda deyə bu yük. Sən ki, bunu usul-i-dindən eləmirsən, Qurandan dəlil gətirməlisən, muhkəm, bir də sarih. Yəni onu, usul-i-dindən olan, usul-i-din bir sənədir, axı. Yəni onu uşaq da oxusa, yaşlı da oxusa, alim də oxusa, cahil də oxusa başa düşməlidir. Yəni ayə sarih olmalıdır, muhkəm olmalıdır, heç şərhə ehtiyac olmalı deyil ki, bu usul-i-dindəndir. Usul-i-din nəyə deyirsən? Sən gətir görün dəlil.
Heç bir dənə dəlil gətirə bilməzsən. Ona görə mən iddia edirəm ki, bir dənə yumruğumla dağı aşıracam yerindən. İsbat eləyəcəm. O zaman eləyəcəm ki, onlar da bunu isbat eləsinlər. Onda mən də isbat eləyəcəm. Yəni, isbatı olmayan iddianı irəli sürməkdən heç kəs aciz deyil. Hər kəs iddia irəli sürə bilər, hansı ki, isbatı yoxdur. Heç kəs bundan aciz deyil. İndi mən də burada bir dənə iddia irəli sürdüm. Bunun isbatı o zaman olacaq ki, bu dediklərimin isbatı olandan sonra. Bir sual var. Allah Subhanahu gələn əmr başqa cürlə yerinə yetirilərsə, o əmr qəbul olunmuşdur, yoxsa batildir? Misal dinə. Misal, Allah Subhanahu 5 vaxtı namaz deyir. Onu 5 namaz 3 vaxta qılır. Yəni, bir namazın vaxtı girməmiş, o namazı qılır. Bunlar elədiyi kimi batildir. Yox, yəni... Çünki niyə görə? Vaxt namazın, yəni şurut salihdən də namazın şərtlərindəndir. Vaxtın girməsi, məsələn, dəstəmaz namazın şərtidir. Dəstəmazsız namaz olar. Qiblə, hamısında dəlili var ha Qurandan, həmçinin vaxtında. Ki, namazlar möminləri müəyyən vaxtlarda fərz edir. Ayədə gəlir ki, yəni müəyyən vaxtlarda, yəni hər namaz öz vaxtında. O açıq aydın dəlildir. Çünki namazın vaxtları elə adları ki var, vaxtlarından götürülüb. Məsələn, niyə sübh deyilib və ya fəcr deyilib? Niyə məğrib deyilib? Niyə məşriq deyilməyib? Çünki batır axı, məşriq deyilə bilməz. Niyə əşə deyilir? Niyə asr deyilir? Asara sıxmaqdır. Ərəblər məsələn, mi'saratun deyəndə, söz çəkən maşın ki var, ona mi'sarat deyirlər də, çəkdiyinə. O da asr günəşi sıxır artıq qruba, itəliyir də, bat. Ona görə deyiblər asr. Yəni, mən məsələn durum zöhrdə əsri qalım. Mən buna 20 dəfə də əsr desəm, bu əsr deyil, axı, əsr deyil. Mən elə bil ki, durmuşam, sübh vaxtı, niyyət edirəm, məğribi qılıram. Günəş heç doğmayıb, hardan batsın? Məğrib deyil axı. Bu qılınan namaz batildir. Batildir, əlbəttə ki. Batildir. 20 il, 30 il namazdır. Namaz batildir, qardaş. Deməli, qılınmamış bir şey. Namaz batildir. Qılınmamış kimi. O, misal deyim də, dəstəmazsız bir 20 il namaz qılsa, batildir, batil deyil. Niyə? Deyəcəksən, dəstəmaz namazın şərtidir. Vaxt da namazın şərtidir. Vaxt namazın şərtidir. Satra aura, örtünəcək yerlərin örtülməsi, qiblə, qıldığın yerin və paltarın təmiz olması, onlardan da biri vaxtdır. Bundan başlasın. Hətta vaxt birinci şərtdir. Bir sözüm, əsas bu məsələndə vardır lavlarda. Bu əba məsələsi, hədisi. Əba hədisi ki, 5 nəfər elmə saldı. O geniş məsələdir, axı, geniş məsələdir. Bunu bir dənə sən qısa deyim ki, o ondan öz əleyhlərinə dəlildir. Qısa deyim də, yaxşı. Əba hədisi nə? 5 nəfərə aiddir. 5 yox, iminli elə gəlmir axı. Hədis elə gəlmir. Hədis ayə nazil olub, Əhzab 33-cü ayə. Ayə açıq aydın dəlildir ki, Peyğəmbərin zövcələri əhl-i beytdəndir. Bunu inkar edən, yəni həyətindəki uzun qulaqdan da zəlalətdədir. Qeyri-mümkündür. Yəni, ərəb dilində uşaq olasan, uşağa. O ayədən bu nəticəyə gəlməyəsən, qeyri-mümkündür. Ərəb dilində uşaq deyirəm. Mütəxəssis demirəm. Ayə deyir ki, وَقَرْنَ فِي بُيُوتِكُنَّ Evlərinizdə qərar tutun, zövcələrə. Harda qərar tutun? Harda? Küçədə? Evlərinizdə. Bu ayənin başı. 33-ün başı. 34-ün başı yenə də evlərinizdə oxunan ayələr, Allahın ayələrini və hikmətini eləyin, xatırlayın. Harda? Evlərinizdə. Zövcələrə də xitab. Evlərinizdə qərar tutun, evlərinizdə oxunan Allahın kəlamını, hikməti xatırlayın. Bu iki müraciətin ortasında müraciət gəldi. Ey ev əhli. Kiməli müraciət? Ona görə məclisi alimdir də, gözlərinə görə ən azından ərəb dili zat, kitabı da ərəbcədir, ərəbcə bilir axı. Bu ayəni oxuyub, gör ki, nəsə nito gəlir bu. Çünki ayə dəlildir ki, zövcələr əhl-i beytdəndir. Ona görə Biharul Ənvar yazanda 35-ci cilddə Risalədə yazmışam. 234
234-cü səhifə olmalı səhv etmirəmsə. Orada yazır ki, bu ayə, yəni Əhzab 33-ün ortasında Əhl-i Beytlə əlaqəli yer ki var ha. O ayə Quranda başqa bir yerdə müstəqil ayə olub, sahabələr götürüblər onu, salıblar zövcələrlə əlaqəli ayə var, fikir ver. Vaqarna fi buyutikunna, evlərinizdə qərar tutun. Sonra gəlir evlərinizdə oxunan, ortada gəlir ev əhli, aydın da. Salıb oraya ki, oxuyan elə bilsin ki, bunlar da Əhl-i Beytdəndir. Məclisi deyir. Deməli, məclisi özü ərəb olaraq bilir ki, bu ayədən o çıxır. Müasir alimlərindən getirək. Tabatabai. Tabatabai öz təfsirində eyni ilə məclisin sözünü təkrarlayır. Təfsirin bir söz, yadınızda deyil səhifəsi. Əhzab 33-ün təfsirdə Əhzab 33-ə baxsınlar. Təfsirdə ehtiyac yoxdur. Biharlan var hədis kitabıdır. Onu dedim 35-ci cildədir, səhifəsini yazmışam. Bu təfsirdir. Tabatabai kimsəsə ərəbcəsini gətirmək olar. Deyir ki, deyir başqa variant qalmıyor. İki ehtimaldan biridir. O ehtimallardan da biri odur ki, Peyğəmbərin vəfatından sonra Osman ki cəm eləmədi. Olmaqla deyir. Deyir bu mütləq idi ki, bu müstəqil ayə olub. Bunu deyir. Deyir o yer ki var, müstəqil ayə olub. Bu da müasir deyə bu. Bu dəqiqə müasir, Tabatabai təfsirdə onlarda hüccətdir. Qeyri-şərtsiz. Deyir ki, onda ehtimal budur ki, çox güman ki, sahabələr bilə-bilə salıblar ora ki, oxuyan elə bilsin ki, zövcələr Əhl-i Beytdəndir. Bu iki alim, Məclisi və Tabatabai, iki alim də şəhadət verib ki, deməli, oxuyanda avtomatik bu çıxır. Ki, zövcələr Əhl-i Beytdəndir. Çünki bu çıxmasaydı, onlar bu varianta gedməzlər. Nə məclisi, nə də ki, Tabatabai. Və bugün sən eşiyə, əgər Tabatabai kimi, məclis kimi Quran təhrifini demirsənsə, onda məcbur olmalısan, yəni məcbursan, deməlisən ki, bəli, bu zövcələrə aiddir. Çünki sənin şeyxlərin buna görə dedilər ki, təhrif olunub. Çünki oxudu, gördü ki, aiddir. Bu ayə dəlildir ki, zövcələr Əhl-i Beytdəndir. Və bu ayə onlar üçün nazil olub xas. Fəqət Peyğəmbər sallallahu aleyhi və səlləm o ayədən Fatimənin ailəsinin də yəni nəsibi olsun deyə əbasının altına alır və bu ayəni onlar üçün oxuyur. Və dua edir ki, Allahım bunlar da mənim Əhl-i Beytimdir və bunlar da pak ilə. Çünki biz bilirik ki, bir ayənin nazil olma səbəbinin xüsusiliyi hökmün ümumiliyinə mane deyil. Ayə, məsələn, Allah Subhanahu Musa aleyhissalama deyir ki, Allahı yad etmək üçün namaz qıl. Bu xas Musa üçündür. Amma bizə də aiddir axı. Hökm ümumidir. Ona görə o hökmün içinə salmaq üçün onlar üçün dua eləyir və bu hədis özü onlara rəddir. Niyə? Bax, orada nə dua eləyir? Dua eləyir ki, Allahım, bunlar mənim Əhl-i Beytimdir. Bunları bütün çirkinliklərdən təmizlə və s. və ilə axır. Əgər bunlar məsum idilərsə, bu duaya nə ehtiyac var idi? Bu dua özü dəlildir ki, onlar məsum deyirlər. Başqalarından eyni şərikdirlər bu məsələdə. Və salam. Yəni, o ondan əleyhinədir. Axı, Abu Bakır Ömər adında oğlu oldu, deyim ona. Bəli. Hansı şiə kitabında var olub? Demək olar hamısında. Kitabda var da Risalədə. Risalədə var.